Salam uşaqlar, mən bugün sizə 3-cü sinif riyaziyyat dərsliyi kitabından səhifə 54-də olan birinci çalışmanı, yəni ümumiləşdirici tapşırıqlardan 1 və 2-ni izah edəcəm. Uşaqlar, gəlin, vaxt itirmədən keçək dərsimizə. Oxuyuram misalın şərtini. Ədədləri sözlərlə və açıq şəkildə yazın. Qırmızı rənglə qeyd olunan rəqəmlərin mərtəbə qiymətini müəyyən edin. Uşaqlar, ilk əvvəl baxırıq, açıq sözlə yazılma nədir? Və açıq şəkildə yazılma nədir, sözlərlə yazılma nədir və mərtəbə qiyməti. Mərtəbə qiyməti ədədin durduğu yerdir. Burada biz nə edirik? Bir dənə vərəqi götürürəm. Baxırıq birinci misala, birinci rəqəmə. Verib bizə 3203. 3203 yazılıb. Bizə deyir ki, əvvəlcə sözlərlə yazın. Sözlərlə yazmaq nədir uşaqlar? Sözlərlə yazmaq, yəni bir rəqəmi hərflərlə yazmaqdır. Söz hərf deməkdir. Bunu yazırıq bu şəkildə 3203. Sözlərlə yazılma budur. Yəni sözlərlə yazılma hərflərlə yazılmaq deməkdir. Bu birincisi. İkinci deyir ki, açıq şəkildə yazın. 3000 belə eləyim, çalışmayasınız. 3200 baxırıq, burada nə durub? 200 durub və 3. Onluq mərtəbəsi yoxdur. Minlik, yüzlük və təklik var. Onluq mərtəbəsi 0 olduğuna görə da biz burada 200 üstə gəlsin 0 falan yazmırıq. Olduğu kimi baxın, belə bu şəkildə yazdıq. Sonra bizə nə deyir? Deyir ki, mərtəbənin qiymətini yazın. Deməli, hansı rəqəmin işarələyib qırmızı rənglə? Bizə deyir, qırmızı ilə göstərmişəm. Qırmızı ilə göstərib 3-ü. 3-ün mərtəbə vahidi neçədir? 3000. 203-ün mərtəbə qiyməti neçədir? 200. Deməli, biz mərtəbə qiymətini 3000 kimi yazırıq, qeyd edirik. Sonra digəri. Baxın uşaqlar, 2223 rəqəmi də eyni bu şəkildə olacaq. Şifahi olaraq deyəcəm, burada 2 dənə çətini var. Yəni, ola bilir ki, bəzən uşaqlar ən çətin bu gələr sizə. Ona görə bu 2 dənəni deyəcəm sizə, 3 dənəni hətta. Bu digərlərini şifahi deyirəm. 2222-ni də bu şəkildə, açıq şəkildə yazacaqsınız ki, 2000 üstə gəlinsin 200, üstə gəlinsin 20, üstə gəlinsin 2. Açıq şəkildə yazıldı. Sözlərlə yazacaqsınız ki, 2000, baxın sözlərlə bu cür yazılır. 2222-ni hərflərlə yazacaqsınız və mərtəbə qiymətinə baxırıq. Yüzlük mərtəbə qiyməti olduğuna görə 200. 2-ni 200 kimi qeyd edirsiniz. 4000-də mərtəbə qiyməti 4000-dir. Hərflərlə yazırsınız. Bir də açıq şəkildə də yazacaqsınız. 4000 üstə gəlinsin 200, üstə gəlinsin 40, üstə gəlinsin 2. Bu şəkildə. Baxın, 1001-i izah eləyəcəm sizə. 1001 nədir uşaqlar? Bizdən mərtəbə qiyməti qırmızı, yəni təkliyi 1-i işarə edib. Bunu biz nə edirik? 1001. 1001-i sözlərlə yazırıq, yəni hərflərlə yazırıq. 1001. Eşitdiyimiz kimi 1001. Açıq şəkildə 1000 və 1 var. Yüzlük, onluq yoxdur. Ona görə bu şəkildə yazırıq. Bizdə mərtəbə qiyməti də neçədir? 1-dir. Ona görə 1 yazırıq. Sonra baxırsınız, bu da 5775. Uşaqlar, 5775. Bunun açıq şəkildə yenə də belə bu cür yazırsınız. Da qeyd eləmirəm, ona vaxtımız getməsin. 3200. 3-ü necə yazmışıq? Hərflərlə. 5775-i də o şəkildə yazacaqsınız. Hərflərlə yazacaqsınız, eşitdiyiniz kimi. Açıq şəkildə necə yazırsınız? 5000 üstə gəlinsin 700, üstə gəlinsin 70, üstə gəlinsin 5 kimi yazacaqsınız. Bir də bizdən baxın, mərtəbə qiyməti olaraq həm 5-i, həm 2-ni soruşur. 5 və 5-i soruşur. Burada çalışmağa ehtiyac yoxdur. 5000-in mərtəbə qiyməti neçədir? 5-in mərtəbə qiyməti 5000-dir. Birinci 5000-i yazırıq.
Virgül qoyuruq. 2 dənə soruşubsa, ikisini qeyd edirik. Təklik mərtəbə qiyməti neçədir? 5. Yəni həm 5000 həm də 5 olduğu kimi yazırıq. Yəni burada bir dənə idi, birini yazdıq. Burada 2 dənədir, ikisini yazırıq. Çaşmırsınız. Sonra 9999. Biraz rəqəmlər qarışıqdır. Ona görə bəzən uşaqlar bunu da çaşdırırlar. Ona görə biz nə edirik? Yenə də sözlərlə olan yazılışını yazmıram. Yazacaqsınız, baxın belə hərflərlə necə yazırıqsa o şəkildə 9999 yazdınız. Ondan sonra qeyd edirsiniz deməli açıq şəkildə yazılmanı. Yenə də 9000 durub burada. Burada nə durub? 900 durub. Burada nə var? 90. Burada nə var? 9. Baxın belə. Yəni bunu çaşıb 99 kimi yazmayın. Bir də yazıb bizdən mərtəbənin nəyini soruşur? Qiymətini. 99-un mərtəbə qiymətini soruşur. 9 və 9-un daha doğrusu. Baxın, minlik, yüzlük, onluq. Minlik, yüzlük, onluq, təklik. Yüzlük mərtəbəsi neçədir? 900. Onluq mərtəbəsi də neçədir? 90. Ona görə biz mərtəbə qiymətini də yazırıq. 900,90. Baxın, bu şəkildə çox asandır. Sonra, baxın, gəlirik bu çalışma 2-yə. Boş xanalara müvafiq ədədləri deyir, yazın. Boş xanalara müvafiq ədədləri yazın. Burada necə idisə, burada da o şəkildə qeyd edirik. Baxın, uşaqlar, birincini necə yazmışdı? Bax, açıq şəkildə, burada bizdə sadəcə olaraq açıq şəkildə yazılıb. Yəni, bizə sözlərlə yazılma verməyib, mərtəbə qiyməti verməyib. Sadəcə deyir ki, biz bu açıq şəkildə verib, soruşur ki, bunu ədədi tap, müvafiq ədədi tap. Yəni, hansı ədədin açılışıdır bu? Baxırsınız, 3000-in üstünə 200 gəlirsiniz, eləyir 3200. 3200-ün üzərinə 30 gəlirsiniz, eləyir 3230. 3230-un üzərinə 5 gəlirsiniz, eləyir 3235. Yəni, burada duran rəqəm nədir? 3235-dir. Biz nə edə bilərik? Sıfırları götürə bilərik. Yerdə qalan rəqəmləri yan-yana qoyanda görürsünüz, yenə də 3235 alınır. Bir dənə bu çaşdırmasın sizə. Elə hesab edin ki, toplama əməlidir də. Bərabər burada yox, burada olmalıdır, amma qabağa qoyublar. Yəni, özünüzü çaşdırmayın. Bunu toplayın, cavabı yazın. Bərabərdir, cavabı yaza bilərsiniz. Digər misalda, məsəl üçün 5551-i verib, deyir, açılışını yazın. Uşaqlar, baxın, 5000 yazılıb. Minlik mərtəbəsi yazılıb. Onluq da yazılıb təkliklə. Deməli, yüzlük mərtəbəsi yazılmayıb. Deməli, burada neçə olacaq? 500. Baxın, 5000-in üstünə 500 gəlirsiniz, eləyir 5500. 5500-ün üstünə 50 gəlirsiniz, eləyir 5550. Onun da üzərinə 1 gəlirsiniz, eləyir 5551. Deməli, burada olacaq 500 rəqəmi. Digərlərində də eyni qayda ilə. Baxın, görürsünüz, burada təklik yoxdur. Təklik yoxdur. Minliyi və onluğu verib. Deməli, burada nə olmalıdır? Yüzlük. Yəni, 4000-in üzərinə 100 gəlsən, eləyəcək 4100. Onun da üzərinə 80 gəlsən, eləyəcək 4180. 1701. 1701 rəqəminin açılışını verib. Baxın, uşaqlar, digərlərində minlikləri vermişdi, amma burada minliyi verməyib. 700 və 1-i verib, deməli, biz bura mini qoymalıyıq. Mini qoysaq, bərabərlik doğru olacaq. 1000 üzərinə gəl 700, üzərinə gəl 1, bərabərdir 1701. Eyni qayda ilə bunlara da baxırıq. 9000-in üzərinə 900 gəlirsiniz, onun da üzərinə 1 gəlirsiniz. Burada 900 yazılacaq. 1110 bərabərdir. Görürsünüz, yəni bunları toplayırsınız, cavabı tapırsınız. Bir növ tənlik kimidir. 1000 üzərinə 100, 1100. Baxın, 1000, 1100-ü tapdıq artıq. Burada nə yazılmalıdır? 10. Deməli, bura 10 yazılacaq. 1000-in üzərinə 100 gələndə 1100. Onun da üzərinə 10 gələndə olacaq 1110. Burada 10 olacaq. Bu şəkildə yazırsınız. Uşaqlar, baxın, burada 3-cü misalda isə qısa bir açıqlama verəcəm sizə. Sizdən manatı verib, manat və qəpik verib. Tələb eləyir ki, cavabında tələb eləyir ki, cavabın deməli, bütün pulları deməli, qəpiyə çevirməlisiniz. 4 manat neçə qəpikdir? Onun üzərinə gəlirsiniz, deməli 45-i. 1 manatın içərisində 100 dənə qəpik var. Uşaqlar, 100 dənə 1 qəpik var da bilirsiniz. İndi neçə qəpiyi soruşur, biz onu bilmirik. Yəni 5 qəpik soruşur, 20 qəpik soruşur. Onu bilmədiyimizə görə biz 1 qəpik kimi. Biz burada
hesablama işini aparanda manatı qəpiyə çevirəcəksiniz və manat 4 manat neçə qəpik edirsə onun üzərinə 45-i gələcəksiniz. Sonra aldığınız cavabı qəpik formasında yazacaqsınız buradan.